məndən başqa. Esse. Müəllif Ülkər Atəş. Səsləndirən Nərminə İsmail. Hər şey düşür yadına. Telefona yazılmış köhnə mesajlar, kimlərdənsə aldığın köhnə kitablar, təzə kitablar, hansısa bir məmuru tənqid edən qəzetlər, təsadüfən gördüyün yeni adamlar, ya da bizim şəhərdə ilk gördüyün maşınlar, göz oxşayan villalar, bu tikilən körpülər, bu firminli dükanlar, çeşit şubalar, nazla yanından keçən yarıçılpaq qadınlar, varlığı başdan başa bu silikon adamlar, vulqar şəkil çıxarıb vulqar yazılar verən iyrənc jurnallar, çayxanalar, kafelər, gizli qapı dalında sevgi dolu macəra, qana batmış Liviya, Qəddafinin ölümü, demokratiya söyləyib öz xalqını məhv edən bəzi rəhbərlər, soyuq qış axşamında qarda donub üşüyən ac-yalavac pişiklər, haqq ədalət istəyib həbslərdə yatanlar, paraşoku süd edib süni qatıq tutanlar, bizi daşa diriyib özü müftə yeyənlər, tarazlıqdan danışıb tarazlığı əyənlər, əzbərləyib Quranı ona qarşı çıxanlar, ev tikənlər, ya da ki, ev yıxanlar. Hər şey düşür yadına. Bircə məndən başqa. Bircə məndən başqa. Bircə